Ya Allah, Bismillahirrahmanirrahim. Assalamu aleyküm, hörmətli mömin bacı və qardaşlar, əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün sizin üçün gözəl bir dua təqdim edəcəyik. İnşallah başlayaq. Nədir burada? İnsan vücudunda olan bütün dərdlərin, illətlərin təmizlənməsi üçün. Sevgili kardeşlerim, bir insanın vücudunda müxtəlif yerlərində nəzər, büyü, göz, cin müsallatı, ağrı və sızı, hər türlü uyuşmazlıq və necə saymaqla bitməyən illətlər üçün aşağıda belirtmiş olduğum Ənbiya surəsinin 83, 84, 69, 88 sıra etibarı ilə müşk və zəfəran ilə yazaraq gözəl qoxulu qələm ilə yazın. Birini bal şərbətində isladaraq 7 gün suyun için, birini də yazandan sonra üstünüzdə daşıyın. Cənab-ı Mevlam o kimsəyə Həzrəti Eyyub əleyhissalamın şifasını verər. O mübarək ayələr bunlardır. Deməli, bunları sırayla yazırıq. Sırayla necə deyildiyi kimi. Ənbiya surəsinin 1-ci 83-cü ayəsini yazırıq, sonra 84-cü ayəsini yazırıq, sonra Ənbiya surəsinin 69 və 88-ci ayətlərin yazırıq. Dərhal özüm üçün yazdım birinci bunu, 2 ədəd yazılır. Birin üzərində saxlayır insan, birində baldan şərbət düzəldir, bal şərbəti, su və baldan. Onun içinə qoyursunuz, səhər iyican qalır, səhər durursunuz, ac qarnına bir stəkan suyun içirsiniz. Bəs bu ayələrdə nələr deyilir? Yaxşı, buna baxaq. İlk öncə, deməli, ya Allah, bismillah. Ənbiya surəsi 83-cü ayə, birinci o yazılmalıdır. Deyilir, və Əyyubu, onun mənə xəstəlik, çətinlik və bəla üz verib və sən mehribanların ən mehribanısan, Rəbbini səslədiyi zamanı yada sal. Yəni Əyyub peyğəmbər Allahı səsləyir ki, Allahım mənə çətinlik, bəla üz verib. Sən mehribanların ən mehribanısan. Ardınca deyilir, biz onun duasını qəbul etdik. İçində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və abidlər üçün ibrət olsun deyə onun adamlarını və onlarla bildikdə bənzərlərini ona əta etdik. Yəni Əyyub əleyhissalamın hekayəsini bilənlər bilir ki, 11 evladı var idi. Allah Taala bir günün içində 11 evladını da aldı. Bütün ona nökərçilik edən insanlar, bütün ona məxsus heyvanlar, bütün ona məxsus əkin sahələri hamısını Allah Taala məhv elədi. Bir müddətdən sonra hətta canına da xəstəlik düçar etdi ki, görüm Əyyub neyniyəcək. Əyyub isə daima səbr edənlərdən, şükür edənlər oldu, üsyan etmədi Allaha. Yəni Əyyub əleyhissalamın bu duasından sonra Allah ondan aldığı evlatlarına qədər, var dövlətlərinə qədər geri qaytardı. Burada onu deyir ki, yəni o nəfərləri ona geri verdik. Ardınca nə yazılır? 83-84-ü yazandan sonra 69-cu ayəsi yazılır. Həmən o Ənbiya surəsinin 69-cu ayədə nə deyilir? Ey od, İbrahimə soyuq və zərərsiz ol. Bu ayəni yazdıktan sonra yenidən qayıdırıq 88-ci ayəni yazmağa. Biz onu istədiyini yerinə yetirdik və onu qəmdən qurtardıq. Biz möminlərə bu cür nicat veririk. Yəni, adam var, canı əmələ gəlmir. Mənasını deyim də kimlərə yaxşı təsir edər bu da. Həkimə getsən, həkimlik bir şey yox. Baxdırırsan, caduluq bir şey yox. Hər yerin ağrıyır, sızıldayırsan. Bax, belə bir məsələlərlə bağlı çox gözəl dəsturül əməldir bu. Dərhal elə birinci bunu özümə yazdım. Həm sizlərə təqdim etmək üçün necə yazılır. Yazılacaq olan budur. Skrin eləyin, götürün. Kim ki Quran-ı Kərimdən ərəbcəsini tapa bilməzsə, ardıcıllıqla verilib. Zəfəran müşklə yazılır. Quran ayəsidir. Buna saat yoxdur. İstənilən saat yaza bilərsiniz. Dua deyil bu. Tilsim deyil bu. İnşallah şəfa niyyətinə birini üzərinizdə saxlayın. Bir digərində bal şərbəti hazırlayın. Onun içinə qoyun. Səhərlər ac qarnına için. Gün fərqi yoxdur. Az içmək, çox içmək. İnşallah
mütləq edilməli bir əməldir. Dərhal yaza bilirsinizsə yazın, yaza bilmirsinizsə bir tanıdığınıza xahiş edin yazsın. Allah cüməyə xatir cəmi xəstələrə şifa versin. Allah hər kimin niyyətində nə varsa, arzusu nədirsə əta eləsin bu cümə gününə xatir. Sağ olun, Allah'a əmanət olun.